Azğınlıq və nadanlığın qaranlığında olduğunuz zaman sizi doğru yola biz yönəltdik. Bizim vasitəmizlə yüksəldiniz, şərəf qazandınız və küfrün qaranlığından sübhün nuruna, İslamın aydınlığına çıxdınız. Bu sizin boynunuzda böyük bir haqq qoydu. Yol göstərən fəryaddan nəsihət almayan qulaq kar olsun. Allahın və Peyğəmbərin uca çağırışına ağırlaşan qulaq mənim sözümü necə eşidə bilər? Amma Allah qorxusu ilə döyünən qəlblər rahatlıq tapsın, çünki onlar haqdan dönməzlər. Sizdən daim vəfasızlıq və əhd pozanlığın nəticələrini gözləyirəm. Zahiri bərbəzəyin sizi aldatdığını görürəm. Təqva və dindarlıq məni sizdən ayırdı, çünki mən heç vaxt haqdan dönmədim. Batinimin aydınlığı isə sizin hiylə və ikiyüzlülüyünüzü mənə göstərdi. Siz azğınlıq yollarında çaşqın qaldığınız zaman ayağa qalxdım ki, sizə yol göstərim. Quyu qazdınız, amma su tapmırdınız. Sizi həlakdan xilas etdim. O gün isə həqiqətin bağlı dilini açdım ki, hidayət yolu aydın olsun. Mənim əleyhimə çıxanın yolu uzaq və nəticəsizdir. Haqqı tanıdığım gündən ona heç vaxt şübhə etmədim. Musa necə ki öz haqq bulduğuna əmin idi, mən də eləyəm. Mən nadanlığın üstün gəlməsindən və insanların yenidən azğınlığa düşməsindən qorxuram. Bugün haqqı ilə batil qarşı-qarşıyadır. Kim haqqın ardınca gedərsə, heç vaxt susuz qalmaz. Nə çaşqınlığa düşər, nə də qaranlıqda itir.